Bir nəfər yazıb ki, salam, ağciyərdə xərçəng xəstəliyi var, 4-cü dərəcə. Tənginəfəslik olur 4-5 addım atanda. Halsızlıq olur, öskürəndə qan gəlir və nə etmək olar yazarsız zəhmət olmasa. Allah yardım eləsin, Allah kömək eləsin inşallah. Valla məndə də o şeylər var idi. Siz sağlam həyat tərzinə keçmək, nişi sisteminə tam keçmək mütləq. Bir də gedib müalicə almaq lazımdır. Artıq qan gəlirsə, demək ki, toxumalar içəridə belə deyim də ağciyər parçalanır. Kapilyalar partlayır. İndi daha nələr Allah bilsin. Ona görə də müalicə almaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün ximioterapiya vurmalısınız mütləq. Bir də nişi sisteminə tam keçməlisiniz. Mən başqa yol bilmirəm bundan başqa. Ən əsas da immun sistemini qaldırmaq lazımdır. İmmuniteti mütləq. Çünki belə deyim də immunitet qalxmazsa yayıla-yayıla gedəcək xəstəlik. Mütləq də isti soyuq su terapiyası eləmək lazımdır. Mütləq. Yəni proqramı tam keçid eləməlisiniz. Amma vəziyyətdən çıxmaq üçün ximioterapiya qaçılmazdır.